Ermənistan Azərbaycanın işğal etdiyi ərazisində yerləşən Xocalı aeroportundan uçuşları reallaşdırmağa hazırlaşır. Azərbaycanın Nazirlər Kabineti isə ölkənin hava məkanını pozan bütün təyyarələrin vurulması haqqında qaydaları ötən gün təsdiqlədi. Bunun ardınca rəsmi İrəvan təyyarələrin vurulmasına imkan verməyəcəyini bəyan etdi. Belə bir məqamda sizə Ermənistan Azərbaycan hava qüvvələrinin və strateji müttəfiqlərinin müqayisəsini təqdim edirik. Ermənistan Xocalı hava limanına və əks istiqamətdə uçuşları həyata keçirmək üçün bütün lazımi imkanları var. Bu barədə açıqlamanı Ermənistan Müdafiə Naziri Seyran Ohanyan Azərbaycan Nazirlər Kabinetinin hava məkanını pozan təyyarələr vurulacaq barədə qaydaları təsdiq etdikdən sonra verib. Ermənistan təyyarələrin müdafiəsi üçün Rusiya tərəfindən verilən S-300 zenit raket kompleksləri təmin etmək istəyir. Azərbaycanda da bu zenit raket kompleksləri mövcuddur və 2 il əvvəl hərbi paradda nümayiş etdirilmişdi. Rusiya istehsalı olan bu kompleks 5 dəqiqə ərzində hazırlığa gətirilir. Yüzlərlə hədəfi izləmək və 12 dəqiqə hədəfi vurmaq qabiliyyətində olan bu sistem 30 km hündürlükdə uçan hədəfi vurmağa qadirdir. Raketlərə maksimal uçuş məsafəsi 200 km-dir. Azərbaycanın hərbi büdcəsi Ermənistan dövlət büdcəsindən çox olduğundan hərbi hava qüvvələrini gücləndirib. İstefada olan pilot, polkovnik leytenant Xanlar Səttarov Azərbaycan hərbi hava qüvvələrinin hər tipli təyyarənin endirilməsi üçün bütün imkanların olduğunu dedi. Военно-воздушные силы у нас подготовлены. Bizim hərbi hava qüvvələrimiz tam hazırdır. Hazırda hərbi hava qüvvələrində qulluq edən pilot istənilən növ təyyarənin endirilməsinə dair tapşırığı icra edə bilər. Ermənistan Rusiyanın strateji müttəfiqidir. Bəs Rusiya hərbi hava qüvvələri hazırlıq vəziyyətinə gətirildiyi halda vəziyyət necə olacaq? Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvüdür. Azərbaycan bu təşkilatın üzvü deyil, eyni zamanda bu təşkilatın oponenti olan NATO-ya da üzv deyil. Bununla belə Azərbaycan ən yaxın müttəfiqi olan Türkiyə NATO-nun üzvüdür. Naxçıvan Muxtar Respublikası müdafiəsi 1921-ci ildə imzalanan Moskva və Qaz müqavilələri əsasında təmzimlənir və Türkiyə Naxçıvan muxtariyyətinin qarantı kimi çıxış edir. Hələ 2001-ci ildə İran Azərbaycanın həm hava, həm də su sərhədlərini pozmuşdu. Hətta İran qırıcı və kəşfiyyat təyyarələri Salyana kimi uçuş etmişdilər. Ölkənin o vaxtki rəhbərliyinin təkidi ilə Bakı səmasında Türkiyə şahinləri nümunəvi uçuş aparmışdı. Türkiyə parlamentariləri isə Azərbaycana qarşı yarana biləcək hər hansı bir təhlükə olduqda Azərbaycana kömək edəcəklərini deyirlər. Millət vəkilləri Xocalı soyqırımının il dönümü ərəfəsində bu məsələni Türkiyə parlamentində müzakirə çıxaracaqlarını bildirirlər. Türkiye Azerbaycan'ın her türlü yanındadır. Türkiye Azerbaycan'ın yanında olduğu zaman şuna bakmaz. Azerbaycan'a kim saldırdı ona bakmaz. Azerbaycan'a kim saldırırsa saldırsa hiç önemli değil. Türkiye Azerbaycan'ın yanında olur. Bu saldıran ülkenin adı Ermenistan mıdır? Başka bir şey midir? Böyle bir durumda Türk halkı hükümetinin Azerbaycan'ın yanında olmamasını kabul etmez. Hükümete büyük tepki gösterir. O nedenle ben de hükümetin Azerbaycan'ın yanında olacağını umuyorum. Tabii ki askeri, diplomatik, ekonomik her boyutta yardımda bulunmalıdır. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin təmizləməsi ilə məşğul olan ATƏT Minsk qrupu ölkələri Xocalı hava limanından həyata keçiriləcək uçuşları danışıqları prosesindən mənfi təsir edəcəyini demişdilər. İsmail Fətəliyev, Şirzad Səmədov, ANS.